Salam dostlar, bugün Fırtı Mobile kanalı. Fırtı Mobile oynayacağıq. İndi bura haradı bilmirəm, özüm çarşıb girmişəm. İndi kadrolara girək tez. Hedəf vaxt kadronu göstərdim. Kadron belədir, mənim kadron belədir. Yəni burada belədir, amma mən burada bunu qoyacağam. Bu hancısı. Kadron başqalarının hamısı yerindədir. İndi keçək videoya. İndi video giririk oyuna. Heç uzatmayaq. Girmişik nəsə deyərsiniz ki, nəsə heç gündə video gəlmir. Səbəbi də odur ki, xəstələnmişdim. İndi amma videolara davam. Şimdi şu gözlük buraya qoyub başladım oyuna. Şimdi rəqibimiz qurub gəlir. Rəqib tanımıram. Adını bilmirəm. İnşallah udacağıq, inşallah. Yəni uduzmaq da istəmirəm, yəni video çəkirəm deyə. Yəni çox qəribə gəldi, neçə gündən sonra video çəkiyordu, görə biraz tez danışıram. Həmişə yavaş-yavaş danışırdım, indi biraz tez danışacağım. Tabii başladıq oyuna. Mənim kadrom belədir ki, bayaq dəyişdiyimə görə. Çox şəkərli kadrom, onların kadrosuna baxaq, onların kadrosunda normal deyək də, yəni kadrosu zəifdir, amma özü güclü oynaya bilər. Neysə, oyuna başladıq, indi top bizdədir, qaçırıq. Şimdi atdıq, ay da olmadı. Gördüyünüz görə 6-0 Qarabağ Arazdaşlar utdu. Oyuna kim baxdıysa, hamı gəlsin bu yorumun altından Qarabağ yazsın, yəni görsünlər ki, Arazdaşlar botdur. Yəni burada Arazdaşlar azarkeşlərə deyirəm ki, mədahillərsə. Yəni Qarabağ olmadan neysə, top hücumdayıq və kəllə vurduq, qapısı tutdu onların. Neysə, başlarlar, tutmalıyıq topu, rəqib hücumdadır. Neysə, başlayıq, Savic kəsdi o topu, öldü və aldıq topu, qaçırıq. Şimdi şuraya ataq. Ay da olmadı, neysə qaçdıq. Ay da. Bəs bərt alındı, elə bildim tuta biləcəm, amma tuta bilmədim. Neysə, başlayaq. Top bizdədir, hücum da bizdədir. Vuraq və birinci qol. Həmən bax, bağa gərək yoxdur, çünki bu qolları mən çox baxmışam. Yəni mən daha qəşəng. Yəni hava bakım olması elə bir şey də yoxdur. Dembele'de top. Dembele qəşəng keçdi, ya da aldı topu. Dembele'ye attır. Dembele qaçır. Dembele'ye buradan görə bilərəm. Olmadı. Bu nasıl ola bilər ya? Dembele biraz zəif vurdu. Biraz onlar hücumdadır, Xavi ilə çıxırlar. Neysə, topu kənarlaşdırdı. Yəni, düzəltdi. Yəni, məsəl dəqiqədə 40-cı dəqiqədir. 40-cı dəqiqədə hər hesab 1-0 qalışdı deyə bilmədim. Yəni, topu aldı və qatıram 1 dəqiqə lavonuzdur bu qədər. Bəs oyun bitdi. Nə tez 1 dəqiqə bitdi, onu da anlamadım heç. İkinci yarıya giririk. Top onlardadır. Yəni qaçırlar. İndi biz də buradayıq. İndi aldıq. Presk eləyə bilmədim orada. Neysə, topu kəsək. Rəqib hücumdadır hal-hazırda. Topu kəsməliyik. Almalıyıq. Topu qəşəng aldıq. Ayda, orada batalyalar yaşayırıq. Rəqibin hücumunu qəşəng kəsdik. Savic kəsdi rəqibin hücumunu. Şimdi qaçırıq. Hücuma indi bizim sıramızdır. İndi biz çıxırıq hücuma. Ayda, ora niyə atsan? Ora niyə atırayım? Mən Allah haqqı qabağa verdim. İstəyirsiniz, baxa da bilərsiniz. Mən qabağa vermişəm, o gəlin atır. Baxa da bilərsiniz. Ayda, olmadı ya. Allah, çox gül kimi hücuma çıxmışdım. Çox, elə bir o qol olacaq, yaz qala. Çox rahat çıxırdı bir. Neysə, hücuma çıxırdıq, ortaşmaq istədim, olmadı. Neysə, top bizdə. Bura atırıq. İndi qaçırıq.
Və top bizdədir. Hücumda da vurmaq istəyirdim. Topu vurmaq istəyirdim da. Nətə rəqib hücumdadır. Kəsdik, qəşəng qasaq. Kay. Qəşəng top bizdədir. Aldıq bu həndi. Aldıq topu. Dembele. Dembele oradan koyar mı? Dembele verdim. Kimse değdi ama korner olacak. Neyse. İnşallah boş mevqeydədir. Ay bilad. Beter olmadı. Bu şansımı burada kullanırdım. Olmuyor. Ay bilad offside. Futbolda çəkək offside baxmayaq. 87 dəqiqədir. Mən 2 gol atmalıyam. Yəni 2 gol atmasam pis şeylər deyirəm. Məsələn, yəni 2-0 eləmək istəyirəm. Yəni 2-0 olmasa da udacağam. Çünki hesab artıq 1-0-dır. İndi qalsaq hücuma çıxırıq. Qəşəng oyun bitdi. Video bura qədər. Sağ olun. Özünüzə yaxşı baxın.